Naxçıvan şəhər İcra Hakimiyyəti və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbirdə Təhsil Şöbəsinin müdiri Təminə Mustafayeva tədbirin məqsədindən bəhs edib. Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova ümummilli lider Heydər Əliyevin dövlət dilinin inkişafı sayəsində gördüyü işlərdən, Ulu Öndərin dilimizə tükənməz məhəbbətindən bəhs edib. Vurğulanıb ki, ana dilimizə dövlət qayğısı bugün də uğurla həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycan dilinin elmi əsaslarla inkişafı, dilin informasiya texnologiyaları mühitində qorunması istiqamətində görülən işlər mühüm əhəmiyyət daşıyır. Digər çıxışlarda ana dilinin qorunmasının hər kəsin vətəndaşlıq borcu olduğu diqqətə çatdırılıb. Sonda şagirdlərin ifasında ana dilimizə həsr olunan ədəbi bədii kompozisiyalar nümayiş etdirilib, şeir və mahnılar səsləndirilib. Mən şeirlərimi ana dilimdə yazdım ki, qadın qəlbinin incəliyi bu dildə yaşasın. Çünki Azərbaycan dili zərifdir, musiqilidir, könül dilidir. Daşlardan süzüldün, sən zaman-zaman. Hafizə Əliyeva, xanım Rüstəmzadə, Azər Həsənov, NTV Xəbər. Yarandı dumduru qancılarından, bayatı çeşməsi, dastan çeşməsi.